Qızıl buta sahiblərinə təqdim olundu. Milli ornamentimizi əks etdirən bu mükafata mədəniyyətin müxtəlif sahələrində çalışan insanlar layiq görüldü. Təqdim etmə mərasimi Müslüm Maqamayev adına Azərbaycan Dövlət Filarmoniyasında baş tutdu. Təntənəli açılışdan sonra Qızıl buta həyəcanı başlandı. Qızıl butaya gənc istedadların yetişdirilməsindəki xidmətlərinə görə xalq artisti Ağaxan Abdullayev, milli musiqimizin təbliği sahəsində Alim Qasımov, Teymur Mustafayev, Aygün Bəylər, eləcə də Nisa Qasımova, Faiq Ağayev, Könül Xasiyeva layiq görüldü. Qızıl buta alan sənətkarlarımız milli mükafatın sevincinin ayrı olduğunu söyləyirlər. Sevindirici bir gündür. Mənim üçün bütün mükafatlar hamısı qiymətlidir. İstər qızıl olsun, istər yəni nə olursa olsun, əgər məni layiq biliblərsə, məsləhət görüblərsə, mənə bu mükafatı, ona görə mən çox sağ ol deyirəm. Mənim üçün hamısı gözəldir, hamısı qiymətlidir. Elə mükafatlar var ki, elə bir çıxan əl vuran kimi qolu qanadı sınıb, amma indi görə bunlar nə düzəldiblər. Əsas olsun ki, biraz bərk olsun, qalsın, qolu da sınmasın. İnşallah yaxşı şeydir də, yəni cavanların qarşısında alqış sədası altında mükafatı verəcəklər. Yəni sevincdir yəqin ki. Tanınmış ifaçılarla yanaşı mükafata gənc sənətçilər də layiq görülüb. Mən çox sevincəyəm, çox fərəhlənirəm bu mükafata görə. Əvvəla minnətdarlığımı bildirirəm bu Qızıl buta gözəl müsabiqənin təşkilatçılarına minnətdarlığımı bildirirəm. Mənim üçün böyük fərəhdir. Öncə nəyə görə? Bu mükafat mən elə bilirəm ki, mənə yox, bizim saz sənətimizin gözəlliyinə, müqəddəsliyinə verilir. Onu da deyək ki, Qızıl buta televiziya və radio sahəsində çalışan insanlara da şamil olundu. Mükafata layiq görülənlər içərisində fəaliyyətində mədəniyyət sahəsini işıqlandırdığına görə ANS televiziyasının əməkdaşı Səfura Rəhimova da var. Qeyd edək ki, Qızıl buta mükafatı üzrə nominasiyalar informasiya agentlikləri vasitəsilə keçirilən sorğular əsasında müəyyənləşdirilib. Yeganə Orucova, Ülviyə Axundova, ANS.